Son günlər İran Hizbullahının lideri kimi tanınan Ayətullah Məhəmməd Baqir Xərrazinin açıqlamaları İran siyasi gündəminin əsas mövzularından birinə çevrilib və sosial şəbəkələrdə geniş əks-səda doğurub. İranın ali rəhbəri Müçtəba Xameneyi ilə yaxın qohumluq əlaqəsi olan Xərrazinin əvvəlcə İran prezidenti Məsud Pezeşkiyanın istefası ilə bağlı dedikləri əməlli başlı qalmaqal yaradıb. Xərrazi iddia edib ki, Pezeşkiyan müharibə dövründə ali rəhbərə təzyiq göstərmək üçün nə az nə çox düz 28 dəfə istefa verəcəyi ilə hədəliyib. O cümlədən bu yolla Amerika Birləşmiş Ştatları ilə Müçtəba Xameneyinin razı olmadığı memorandumun imzalanmasına nail olub. Lakin Xərrazinin bildirdiyinə görə artıq Müçtəba Xameneyi Pezeşkiyanın bu addımlarına dözmək niyyətində deyil və əgər o bir də istefa ilə bağlı müraciət etsə, ali rəhbər istefanı qəbul edəcək. Bunu ali rəhbər rəsmən Pezeşkiyanın özünə çatdırıb, deyə Xərrazi əlavə edib. Bu açıqlamadan az sonra İran prezidentinin administrasiyası təksiblə çıxış edib. Administrasiya rəhbərinin kommunikasiya və informasiya üzrə müavini Mehdi Təbatəbayi prezidentin istefa vermək istəməsi barədə iddianı uydurma və ağ yalan adlandırıb. Bu cür xəbərlərin milli birliyi hədəfə aldığını vurğulayıb. Ardınca Müçtəba Xameneyinin ofisi də Xərrazinin sözlərini təksib edən açıqlama yayıb. Burada da Xərrazinin iddiasının tam yalan olduğu və həqiqəti əks etdirmədiyi bildirilib. Eyni zamanda bu cür çıxışların cəmiyyətdə parçalanma və ikitirəlik yaratmaqla bədxahların və düşmənlərin məqsədlərinə xidmət etdiyi qeyd olunub. Nəhayət, Prezident Məsud Pezeşkiyan özü də məsələyə münasibət bildirərək istefa verməyəcəyini və duruş gətirəcəyini bəyan edib. Əgər istefa vermək istəsəm, bunu rəsmi şəkildə elan edərəm, deyə Prezident əlavə edib. Və onu da vurğulayıb ki, bu yolla onunla ali rəhbər arasında ixtilaf olduğu təsəvvürü yaratmaq istəyirlər. Xərrazinin bu təksibə reaksiyası da maraqlı olub. O yaydığı bəyanatda mərhum rəhbərə və hazırki rəhbərə hörmət əlaməti olaraq bu təksibi qəbul etdiyini bildirib. Eyni zamanda əlavə edib. Stat, amma ümid edirik ki, tezliklə baş verəcək mühüm dəyişikliklərdən sonra bu təksib hələ də yerində qalacaq. Statın sonu. Xərrazinin işarə etdiyi dəyişikliklər qeyri-müəyyən və mücərrəd deyil. O, Pezeşkiyanın istefası ilə bağlı çıxışında onu da bildirib ki, yeni rəhbər Məhəmməd Baqir Zülqədri Ali Milli Təhlükəsizlik Şurasının katibliyindən uzaqlaşdırmaq və bu vəzifəni öz hərbi müşaviri Möhsün Rızaiyə vermək niyyətindədir. Artıq dünən Fars İnformasiya Agentliyi General Möhsün Rızaiinin həmin posta təyin edildiyi barədə məlumat yayıb. Bu, bir vaxtlar Müçtəba Xameneyinin müəllimi olmuş Ayətullah Xərrazinin hakimiyyətdə gözlənilən dəyişikliklər barədə yetərincə məlumatlı olduğunun sübutu kimi dəyərləndirilə bilər. Yeri gəlmişkən, o, çıxışlarında bu məqamı da vurğulayıb ki, Müçtəba Xameneyinin baxışları atasından daha radikaldır. Prezidentin istefası ilə bağlı iddiasına rəsmi qurumların sərt reaksiyasına baxmayaraq, Ayətullah Xərrazi sırağa gün daha qalmaqallı açıqlamalarla çıxış edib. Onun minbərdən etdiyi çıxışdan yayımlanan təqribən 5 dəqiqəlik video heç də dini moizə deyil, təşkilati planın təqdimatı olub. O, Səid Cəlilidən qabaq kölgə hökuməti yaratdıqlarını və onu indiyədək qoruduqlarını bəyan edərək deyib. Stat, bizim 60 cildlik proqramlarımız var ki, hər bir qurum və təşkilatın fəaliyyətinin ən xırda detallarını əhatə edir. Statın sonu. Xərrazi daha sonra əlavə edib. Vilayət sistemini həyata keçirmək üçün proqram hazırlamışıq. Hətta İslam Respublikasını İslam hakimiyyətinə necə çevirəcəyimizlə bağlı da planımız var. Təşkilat da var, planlaşdırma da. O bildirib ki, İslam Respublikası quruluşu artıq elə bir mərhələyə çatıb ki, bu formada ümumiyyətlə işləmir. Beləliklə o, mövcud dövlət quruluşunu dəyişmək və İslam Respublikasını dini hakimiyyət və ya vilayi sistemlə əvəzləmək çağırışı edib. Bu kontekstdə o, prezident postunu hədəfə alıb və deyib. Stat, niyə Əkbər Haşimi bu ölkədə səs almalıdır? Niyə Əhmədinecad bu ölkədə səs almalıdır? Niyə Ruhani səs almalıdır? Niyə Pezeşkiyan səs almalıdır? Statın sonu. Son 4-10 illiyin demək olar ki, bütün prezidentlərini əhatə edən bu siyahı göstərir ki, Xərrazinin fikrincə, problem prezident vəzifəsini tutan şəxslərdə deyil, prezidentlik institutunun özündədir. Pezeşkiyana gəlincə, Xərrazi açıq şəkildə təhqirə keçərək onu əbləh və zibil adlandırıb və heç nə anlamadığını bildirib. O, həmçinin Pezeşkiyanın namizədliyinin irəli sürülməsində rol oynamış sabiq ali rəhbər Əli Xameneyinin şəxsi həkimi Əli Rıza Mərəndini də lənətləyərək deyib. Allah lənət etsin o məlum Mərəndiyə ki, Pezeşkiyanı millətə zorla qəbul etdirdi. Xərrazi dinləyicilərini əmin edib ki, Məsud Pezeşkiyan prezidentlik müddətinin sonuna qədər vəzifədə qalmayacaq. 100 min nəfərlik miting təşkil edəcək və bütün nazirlikləri mühasirəyə alacağıq, deyə o bildirib. Xərrazi İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı da unutmayıb.
O bildirib ki, sistemə sadiq qüvvələr başqalarının yükünü daşıyan hamballara çevriliblər. Stat: Bu ölkədə Hizbullahçı qüvvələr hambala çevriliblər. Bizim nəyimizə lazımdır ki, İslam dinindən heç bir anlayışı olmayan qalibafın hambalı olaq? Statın sonu. Qeyd edək ki, 65 yaşlı Məhəmməd Baqır Xərrazi 2013-cü ildə İran prezidentliyinə namizədliyini irəli sürüb. Lakin onun namizədliyi Nəzarət Şurası tərəfindən təsdiqlənməyib. Həmin ilin fevral ayında o, belə bir qalmaqallı açıqlama vermişdi ki, əgər ölkə prezidenti seçilsə, vaxtilə İrandan ayrılmış Azərbaycan, Ermənistan və Tacikistanı bir damla qan tökmədən yenidən İrana birləşdirəcək. Onun bu bəyanatı həm İranda, həm də adı çəkilən ölkələrdə müəyyən reaksiyalar doğurmuşdu. Son vaxtlar isə o, nüvə silahı ilə bağlı açıqlaması ilə gündəmə gəlib. Xərrazi bildirib ki, İranın yeganə nicat yolu atom bombası düzəltmək və ondan ABŞ-yə qarşı istifadə etməkdir. Arada olan 13 ildə isə Ayətullah Xərrazi demək olar ki, İran siyasi səhnəsində və mediada görünməyib. Odur ki, ortaya bu sual çıxır. Xərrazini danışdıran kimdir?